Bu gün həyatımda ilk dəfə olaraq Glova şirkətində kuryerliyə başlayıram. Gəlin görək mənə nələr veriblər. Gördüyünüz kimi Glova'nın çantasıdır. İçi çox genişdir və izolyasiyalıdır. Çantanın biraz da genişliyini artırmaq üçün əlavə belə hissələri var. Çantamızı yağışdan qorumaq üçün əlavə papaqcıq qoyurlar. Oho, maraqlı bir şeydir. Bu da işləyəcəyim şirkətin orijinal kutkasıdır. Həm yağışdan qoruyur, həm də isti saxlayır. Bunu nətər? Açdım. Və əlbəttə ki, Glova'nın təhlükəsizliyi üçün orijinal kaskı. Nəysə, burasını bastım, bağladım. Mənə görə rəngi superdir, tam Glova sarısı. Açığı biraz həyəcanlıyam və mənim üçün maraqlı təcrübə olacağını düşünürəm. Necədir? Aranızda kuryer kimi çalışan dostlarım varsa, ilk gün üçün nələr etməliyəm və nələr məsləhət görürsünüz? Şərhlərdə yazın ki, hamısını oxuyun. Görüşərik.